bugünkü dərsimiz iqlim qurşaqları və iqlim tipləri dərsidir. İqlim nəyə deyilir? İlk olaraq bundan başlayalım. İqlim nəyə deyilir? Hava göstəricilərinin, yəni havanın meteoroloji göstəricilərinin uzun illər təkrarlanması iqlim adlanır. İqlim, məsələn, biz belə deyək, belə başa düşək. Məsəl üçün, biz öz ərazimizdə fəsillərin nə vaxt dəyişəcəyini yaxşı bilirik. Nədən bilirik? Çünki uzun illər bu belə təkrarlandığına görə bilirik. Məsəl üçün, qış ayları gələcək, hava kəskin soyuyacaq. Bunun uzun illər təkrar olunduğuna görə biz belə deyək ki, öz iqlimimiz haqqında məlumatlı oluruq. İqlimlər haqqında biz öyrənərkən ilk olaraq dünyanın iqlim qurşaqlarının xəritəsinə də üstünlük verməliyik və bu xəritəni mükəmməl öyrənməliyik. Azərbaycanın hansı iqlim qurşağında yerləşdiyini, həmçinin dünyada neçə iqlim qurşağının formalaşdığını və iqlimi əmələ gətirən əsas amilləri öyrənməliyik. İlk olaraq əsas iqlim əmələ gətirən amillər hansılardır? İlk olaraq əsas iqlim əmələ gətirən amillər 3 dənədir. Birincisi coğrafi enlik, ikincisi səth örtüyü, üçüncüsü də hava kütlələridir. Coğrafi enlik məntəqənin ekvatoruna nəzərən hansı enlikdə yerləşməsi böyük belə deyək də iqlim əmələ gətirmənin əsas amilidir. Məsəl üçün, ekvatora yaxın yerləşirsə, iqlimi isti olacaq, qütbə yaxın yerləşirsə, iqlimi soyuq olacaq. Birinci şərt. İkinci şərt isə məntəqənin səth örtüyü okean üzərində formalaşan iqlimdir, yoxsa quru üzərində formalaşan iqlimdir. Eyni iqlim qurşağının okean üzərində formalaşan tipi fərqli, dəniz iqlim tipi, amma quru üzərində formalaşan isə kontinental iqlim tipi olacaq. Digər səbəb isə hava axınlarıdır. Hava axınları, yəni hava kütlələri və onların hərəkətidir. Hava kütlələri daim bir-birə doğru fəsillərə uyğun yerini dəyişir və bu nəticəsində iqlimə əmələ gətirən əsas amilə çevrilir. Dünyada belə deyək, 7 əsas 6 keçid iqlim qurşağı var. Bu da toplam 13 iqlim qurşağı və hər birisi şimal qütbündən cənub qütbünə doğru burada əks olunur. Əsasən xəritədə bunları biz bir-bir öyrənəcəyik və onların iqlim diaqramları haqqında təhlil aparacaq və iqlim haqqında bütün məlumatı bugünkü dərsimizdə ətraflı əhatə edəcəyik. Birinci olaraq, əsas iqlim qurşaqları 1. Ekvatorial, 2. Tropik, şimal və cənub, 3. Yəni 2 tropikdən sonra 3 və 4 mülayim, şimal mülayim, cənub mülayim, 5 şimal qütb, cənub qütb və toplam 7 dənə iqlim qurşağı, əsas iqlim qurşağı ayrılır. Digərləri isə keçid iqlim qurşaqlarıdır. Məsələn, 2 subekvatorial, 2 subtropik, 2 subarktik və subantarktik iqlim qurşaqları. Əsas iqlim qurşaqlarının keçid iqlim qurşağından fərqləndirən birinci səbəb onların özünə məxsus hava kütlələri var. Biz hava kütlələri dərsini bu dərsdən əvvəlki mövzumuzda keçmişdik ki, 5 dənə hava kütləsi var. Bu hava kütlələri əsasən müəyyən bir ərazidə formalaşır, özünə məxsus meteoroloji göstəricilərlə seçilir. Yəni, məsələn, ekvatorial hava kütləsi il boyu alçaq təzyiq, yüksək temperatur və bol rütubət və bu ərazilərdə xəritəmizdə bir rəqəm ilə verilmiş ekvatorial iqlim qurşağı. Yaylığı ərazilər əsasən Amazon, Cənubi Amerikada Amazon ovalığı və Ant dağlarının bəzi hissələri, Afrikada əsasən Qvineya körfəzi və Kongo hövzəsi və İndoneziya Zond adalarında Şri-Lankanın aşağı hissəsi, Filippin adalarının bəzi hissələrini və Zond adalarını əhatə edən ekvatorial iqlim qurşağı il boyu. Demək olar ki, eyni cür hava xüsusiyyətindən seçilir. İqlim diaqramını göstərmək istəyərdim sizə. Bu gördüyümüz iqlim diaqramları isə birinci ekvatorial iqlim tipinin diaqramıdır. Əvvəlcə iqlim diaqramlarını necə başa düşməyi öyrənək. İqlim diaqramının sol tərəfində temperaturlar göstərilmişdir. Sağ tərəfində isə rütubət göstərilmişdir. Aşağı hissəsində isə yazılan hər ayın baş hərfləridir. Yanvar, fevral, mart və dekabra qədər bütün ayların baş hərfləri yazılır. Hər bir sütunda biz bir ay üzrə düşən yağıntının miqdarını sağ tərəfdən, temperaturun dərəcəsini isə qırmızı xəttə nəzərən sol tərəfdən müəyyən edə bilərik. Ekvatorial iqlim qurşağının xüsusiyyətinə baxsaq,
il boyu demək olar ki, yanvardan dekabra qədər bütün il boyu temperaturu 25-27 dərəcə arasında dəyişir. Deyək ki, 24-27 dərəcə arasında dəyişir. Yağıntılar da il boyu demək olar ki, 200 mm hər ay üzrə 200 mm-in üzərində yağıntılar yağır. Bu ərazinin bütün il boyu iqlim xüsusiyyəti artıq bu diaqramda biz görürük. Bütün aylar üzrə yağıntı bərabər temperatur yüksək. İkinci iqlim qurşağımız yenə qayda iqlim qurşaqları xəritəsinə subekvatorial iqlim qurşağıdır. Subekvatorial iqlim qurşağı iki rəqəmlə göstərilmişdir. Subekvatorial iqlim qurşağında heç bir yarım tipi yoxdur. Ekvatorial iqlim qurşağında heç bir yarım tipi yoxdur. Yalnız belə deyək ki, bir xüsusiyyətindən seçilir. Subekvatorial iqlim qurşağı keçid iqlim qurşağıdır. Əsas iqlim qurşaqlarının təsiri altında formalaşır və bu ərazilərdə demək olar ki, iki fəsil formalaşır. Birinci olaraq, yay, iyul, avqust aylarında, yəni əsasən deyək ki, yay fəslində şimal subekvatorialda ekvatorial hava kütləsinin təsiri altında olur, keçid iqlim qurşağına olduğu üçün. Qış aylarında isə dekabr, yanvar, fevral aylarında isə əksinə. Bu dəfə isə tropik iqlim qurşağının təsiri altında olur. Və bu ərazilərdən subekvatorial iqlim qurşağında formalaşan iqlim xüsusiyyəti belədir. İsti və rütubətli yay, isti quru qış. Bu da ərazidə iki fəslin formalaşmasına gətirib çıxardır. Bu ərazilərdə yaşayan əsasən heyvanlar aləmində deyək ki, köçəri həyat tərzi keçirdirlər fəsildən üzrə. Qayıtsaq iqlim diaqramından subekvatorial iqlim qurşağının, şimal subekvatorial iqlim qurşağının diaqramı isə bu diaqramı. Demək, isti və rütubətli yay. Yay aylarında demək olar ki, yəni may, iyul, avqust aylarında yağıntıların miqdarı boldur. 400 mm-ə qədər düşən yağıntını görürük. Bunun səbəbi nə idi? Əsasən ekvatorial iqlim qurşağının təsiri altına düşdüyü üçündür. Qış ayları isə temperatur yenə 20 dərəcənin üzərindədir, lakin bu dəfə yağıntılar azalır. Yəni isti və quru qış ilə seçilir. Şimal subekvatorial iqlim qurşağının xüsusiyyətləri bu diaqramda biz görə bilərik. Növbəti iqlim qurşağı isə artıq tropik iqlim qurşağıdır. Əsas iqlim qurşağıdır. Tropik iqlim qurşağı 30 dərəcə deyək ki, tropiklərin üzərində formalaşır və xüsusiyyətlərinə baxsaq iki yarım tipi var. Tropik 3A, tropik səhra, 3B tropik rütubətli. Tropik səhra iqlimi materiklərin əsasən demək olar ki, Afrikanın şimalı, Ərəbistan, ta ki Hindistan, Fars səhrasına qədər olan əraziləri əhatə edir və isti və quru iqlimi ilə seçilir. İl boyu tropik hava kütlələrinin təsiri altında formalaşır. İl boyu demək olar ki, isti və quru, yüksək təsir, enən hava və quru tozlu havası ilə seçilir. Dəniz üzərində isə 3B formalaşır. Demək olar ki, Şimali Amerikanın cənub hissələrində əhatə edən tropik rütubətlisi səhrasına nisbətən, yəni yağıntılar burada müşahidə olunur. Artıq biz tropik iqlim diaqramlarında bunu da daha ətraflı görə biləcəyik. Növbəti iqlim diaqramımızda biz tropik səhra və rütubətlisini görürük. Birinci aşağı hissədə gördüyümüz bu iqlim diaqramı tropik səhrasının, səhra 3A iqliminin xüsusiyyətini göstərir. Temperatur il boyu gedişinə baxsaq, yəni bu tərəfdən belə baxaq, 15 dərəcənin üzərində yanvar ayının orta temperaturu, yay isə 30 dərəcənin üzərindədir. Yağıntı diaqramının yağıntı hissəsinə baxsaq, yəni az bir miqdarda bəzi aylarda yağıntı düşdüyünü görə bilərik. Az bir miqdarda. Tropik səhra iqlimidir. Demək olar ki, bütün tropik iqlimin yerləşdiyi şimal yarımkürəsində bu diaqram hakimdir. Bu isə cənub yarımkürəsinin tropik rütubətlisidir. Şimal yarımkürəsində tropik rütubətlisi bu diaqrama çox bənzəyir. Yalnız fərq nə idi uşaqlar? Yəni bizim temperatur göstəricimizdədir. Temperatur göstəricisi əgər iyul, avqust aylarında bizim yay aylarımızda aşağı göstəricidə görünürsə, demək bu cənub yarımkürəsinin iqlim diaqramıdır.
Niye? Çünkü onun kış aylarıdır. Bizim onun yay ayları ise dekabr, yanvar ve fevral aylarıdır ve o aylarda temperatur yüksektir. Yalnız kış ayları aşağıdır. Ama yağıntı diagramı yağıntı olan hissəsində görürük ki, yağıntı bol səviyyədə sayılacaq qədər yağış alabilir. Bu da tropikin rütubətli iqlim diagramıdır. Biz indi yenidən iqlim xəritəmizə qayıtsaq, növbəti iqlim qurşağımız artıq bizim Azərbaycan ərazisində yerləşdiyi subtropik iqlim qurşağıdır. Subtropik iqlim qurşağının bildiyimiz kimi əsasən belə deyil, tam zolaq əmələ gətirən bir iqlim qurşağıdır. Bunu niçin dedim? Tropik iqlim qurşağı və biraz əvvəlki təhlilimizdə fikir versək, burada tropik iqlim qurşağı tam zolaq əmələ gətirən bir şimal yarımkürəsində. Deyək ki, Hindistanın bu tam səhrasından Cənub-Şərqi Asiyaya qədər ərazisində subekvatorial ərazi olur. Bu benim için belə deyil, bir sual ortaya çıxarır. Niyə görəsən tropik iqlim qurşağı tam zolaq əmələ gətirə bilmədi? Bunun səbəbi bu ərazilərdən musson küləklərinin təsiridir. Musson küləklərinin təsiri nəticəsində Hindistan, Cənub-Şərqi Asiya və həmçinin Oxud dənizinə qədər təsir edən belə deyək ki, musson küləkləri tropik iqlim qurşağının burada bütün xüsusiyyətlərini subekvatoriala dəyişir. Yəni, əsasən subekvatorial iqlim qurşağından ki, bütün xüsusiyyətlərdən əvəz olunur. Ona görə tropik tam zolaq əmələ gətirir. Subtropik isə tam zolaq əmələ gətirir cənub və şimal yarımkürəsində. 4 yarım tipi var. 4 yarım tipi var. Yəni, bunun da yarım tiplərinin yaranmasının birinci səbəbi relyefdir. Materiklərin relyefi həmçində digər amillər də təsir edir. Əsas iqlim əmələ gətirən amillərlə bərabər ikinci dərəcəli amillər var. Məsələn, Azərbaycan ərazisindən Xəzər dənizinin aşağı hissəsindən ta ki, Amerika Atlantik Okeanın orta hissələrinə qədər 4B tam oxunan görünə bilməsə də 4B, yəni Aralıq dənizi iqlim tipinin təsiri altındadır. İlk olaraq Aralıq dənizi sahillərində öyrənildiyinə görə belə deyək ki, buna Aralıq dəniz iqlim tipi deyilir. Aralıq dəniz iqlim tipi isti quru yay, mülayim rütubətli qışı ilə seçilir. İndi birazdan biz belə deyək, bunun iqlim diaqramlarına da bir təhlil aparacaq. İsti quru yay, mülayim rütubətli qışı ilə seçilir. Xəzər dənizindən davam edərək Himalay dağlarına qədər 4 subtropik kontinental iqlimi davam edir. Bu ərazilərdə iqlim nisbətən okeandan uzaq olduğuna görə okeanın yumşaldıcı, dənizin yumşaldıcı təsiri olmadığı üçün kontinentallıq üstünlük təşkil edir. Kontinental iqlim əsasən isti yayı ilə və soyuq qışı ilə seçilir. İqlim diaqramında daha ətraflı görəcək. Növbəti 4C, yəni 4C musson iqlimidir. Musson iqlimi, subtropik musson iqlimi materikin şərq sahillərində, şimal yarımkürəsində, həmçində Amerikanın şərq sahillərində formalaşır. Əsasən yağıntılı yayı ilə, yəni isti və yağıntılı yayı ilə, qışı isə nisbətən quraq qışı ilə keçir. Amerikada da demək olar ki, materikin mərkəz hissəsində 4A kontinental, qərb hissəsində isə 4B mülayim dəniz, daha doğrusu Aralıq dənizi iqlim tipi ilə seçilir. Şimal yarımkürəsində rast gəlinmədiyi bir iqlim tipi var. Yəni subtropik iqlim qurşağının şimal yarımkürəsində 4 tipindən birinə rast gəlməliyik. O isə 4C rəqəmində göstərmiş bərabər rütubəti bərabər paydalanan subtropik iqlim qurşağıdır. Yalnız cənub yarımkürəsində rast gəlir. Cənub yarımkürəsində isə subtropik musson yarım tipinə rast gəlir. Artıq cənub yarımkürəsinə baxanda yenə bu isə artıq bu ərazilərdə az ərazi təşkil edir. Avstraliyanın qərb sahilləri, Aralıq dəniz iqlim tipi, mərkəzi subtropik kontinentalı, şərqi isə 4C bərabər rütubətli subtropik iqlim.
Həmçinin Afrikada cənub hissələr, qərb sahili Afrikanın qərb sahilləri cənub hissəsində Aralıq dənizi və bir növbəti isə bərabər rütubətli subtropik iqlim. Bu ərazilərdə Afrikanın bu hissəsində subtropik kontinentalı yoxdur. Çünki bu hissədə quru böyük ərazi təşkil edir. İndi bu Amerikada həmçinin biz bunların iqlim diaqramlarına da baxanda daha ətraflı başa düşəcəyik. Birinci iqlim diaqramı. Bayaq dediyimiz kimi Aralıq dənizi iqlim tipi isti quru yay, mülayim rütubətli qışı ilə seçilir. Aralıq dənizi iqlim tipinin bütün xüsusiyyətləri bu iki cümlə ilə demək olar ki, burada öz əksini tapır. Yay ayları isti və rütubətli azkən quru olmasıyla qış ayları isə mülayim, yəni artıq mənfiyə doğru temperatur gəlib düşməyir. Mülayim sayılır və rütubətlidir. Yəni yanvar, fevral aylarında, dekabr aylarında yağıntılar yağır. Aşağı hissədə gördüyümüz isə biraz belə ki, tam düşməyir, amma olsun. Subtropik kontinental iqlim tipidir. İsti quru yay, 20 dərəcənin 30 dərəcəyə yaxın isti yayı, amma soyuq və nisbətən rütubətli qışı ilə seçilir. Soyuq çünki artıq yanvar ayının orta temperaturu -5 dərəcəyə gəlib düşürdü. Həmçinin dekabr ayında orta temperatur -5 dərəcəyə gəlib düşürdü. Yağıntıların miqdarı Aralıq dənizinə nisbətən daha az və kontinentallıq daha yüksəkdir. Növbəti iqlim diaqramları isə subtropik iqlim qurşağının musson və bərabər rütubətli subtropik iqlim qurşağının tipini görürük. Subtropik musson əsasən yay ayları kəskin yağıntılarla seçilir. Subtropik musson iqlim tipi isti və rütubətli yay, mülayim və quru qışı ilə seçilir. Mülayim qışı o deməkdir ki, mənfinin temperaturu mənfinin altına düşmür və mülayimlik qış boyu özünü göstərir. Yay ayları isə kəskin yəni ki, temperaturun yüksəlməsi və yağıntıların artması musson küləklərinin təsirindən əmələ gəlir. Yenə də cənub yarımkürəsində il rütubətin bərabər paylanmasına diaqramına baxsaq, yenə cənub yarımkürəsinə aid olması temperatur göstəricisindən özünü göstərir. İyun, avqust ayları temperaturun aşağı düşməsi, bu demək ki, cənub yarımkürəsində qış fəslidir. Yağıntılar isə il boyu demək olar ki, bərabər paylanır. Növbəti iqlim qurşaqları isə artıq yenə mülayim iqlim qurşağına aiddir. Mülayim iqlim qurşağı da əsas iqlim qurşaqlarından biridir. Tam zolaq əmələ gətirir. Şimal yarımkürəsində də, cənub yarımkürəsində də tam zolaq əmələ gətirir. Mülayim iqlim qurşağında da 4 yarım tipi var, formalaşır. Əsasən, qırmızı qırıq-qırıq xəttlərlə bulan sərhədləri biz buradan görə bilərik. Ən belə deyək ki, daha dəqiq təhlil aparmaq üçün biz Avrasiyanın mülayim iqlim qurşağına diqqət edək. Materikin qərb sahilləri, demək olar ki, dəniz sahili ərazilər 5C mülayim dəniz iqliminin təsiri altındadır. 5C dəniz iqlimi, mülayim dəniz. Mülayim dəniz iqlim tipinin xüsusiyyəti il boyu mülayim və rütubətli havası ilə seçilir. İqlim diaqramının təhlilində də bunu biz görəcəyik. Bu qırmızı xətlərə diqqət edəsək, artıq bu ərazidən Ural dağlarına qədər, Xəzər dənizinin üst hissəsindən Ural dağlarına qədər bütün Avropanın böyük hissəsini mülayim kontinental iqlim təşkil edir. 5B mülayim kontinentallığı onun qış aylarının nisbətən daha sərt, yayların isə mülayim dənizə nisbətən daha isti keçməsi ilə özünü göstərir. Mülayim dənizə nisbətən yağıntılar isə azalır. Ural dağlarından Avrasiyanın şərq sahillərinə qədər demək olar ki, Sibirin qərbi və şərqi Sibir ərazilərini əhatə edən kəskin kontinental iqlimi adı ilə də bəzən tanınan kontinental iqlim tipi yerləşir. Kontinental iqlimi çox kəskin isti yayı və soyuq sərt qışı ilə seçilir. İllik temperatur amplitudası çox yüksəkdir. Yer kürəsində demək olar ki, ən yüksək illik temperatur amplitudası bu ərazilərdə formalaşır.
Şərq sahillərine doğru isə 5C mülayim musson iqliminin təsiri altında. Yenə deyək ki, Oxot dənizinin əhatəsində bu ərazilər musson iqliminin təsiri altındadır. Yenə isti yay və rütubətli yay, qışı isə quru və nisbətən kontinentallığı ilə seçilən qışı yerləşir. Həmçinin Amerikada baxsaq, Amerikada mülayim iqlim qurşağının demək olar ki, yarım tiplərinin dördündə formalaşır, cənub yarım kürəsində mülayim iqlim tipində. Demək olar ki, quru yoxdur, az bir hissədə Amerikanın cənub hissəsi və Tasmaniya adası ilə Yeni Zelandiya adasının cənub hissələri əhatə edir. Amerikanın qərb sahillərində 5C daha doğrusu 5C dəniz iqlimi, şərq hissələrində isə 5B mülayim kontinental iqlimində seçilir. İndi onun diaqramları üzərində də təhlilindən baxaq. Birinci gördüyümüz bu diaqram mülayim dəniz iqlimidir. Londonun iqlim diaqramıdır. Əsasən mülayim dəniz iqliminin yenə xüsusiyyətinə baxsaq, dünyanın nisbətən mülayim yayı və mülayim qışı. Yay aylarında temperatur çox yüksəyə qalxmır, demək olar ki, 15 dərəcəyə yaxın orta temperatur, qış aylarında isə 5 dərəcəyə yaxın orta temperaturdur. Illik temperatur amplifikasının ən az olan yerlərindən də biridir. Amma ilk olaraq illik temperaturun ən az olduğu yer isə ekvatorial iqlim qurşağıdır. Yağıntılar da il boyu demək olar ki, bərabər paylanır. Ona görə mülayim dəniz iqlim tipi adlanır. Bu isə mülayim dəniz yazılıb aşağısına, amma bu nəsə səhvən yazılıb, bu hissəsini nəzərə almayaq. Bu isə mülayim kontinental iqlim tipidir. Əsasən Moskvanın, Rusiyanın paytaxtı Moskvanın iqlim diaqramıdır. Bu ərazilərdə yenə diqqət eləsək, temperatur mülayim dənizə nisbətən daha da yuxarı, 15 dərəcəni də keçib, demək olar ki, 20-yə yaxındır. Amma qış aylarında isə -10 dərəcəyə yaxın temperatur aşağı düşür. Bu isə kontinentallığın nisbətən artması ilə özünü göstərir. Yağıntılar isə azalıbdır. Deyək ki, Londonda 900 mm-ə qədər yağıntı düşürsə, bu ərazilərdə Moskvada isə 600 mm-ə qədər yağıntılar azalıbdır. Növbəti iqlim diaqramımız kontinental iqlimidir. Sibirin iqlimidir demək olar ki. Diqqət eləsək, burada temperatur digər iqlim diaqramlarına nisbətən yay daha yüksək temperatur, 40-20 dərəcəyə çatır. Qışı isə -20 dərəcəyə qədərdən soyuğu var, şaxtası var. Kontinentallığın ən yüksək göstəricisi Sibir ərazilərində illik temperatur amplifikasının ən yüksək göstəricisi də həmçinin bu ərazilərdə formalaşır. Yağıntılar da nisbətən azalır, 341 mm göstərir. Yağıntıların da dənizdən uzaqlığının təsiri yağıntıların azalmasına və kontinentallığın bu qədər kəskin artmasına gətirib çıxarır. Bu iqlim diaqramı isə biraz deyək ki, tam yaxşı görsənməsə də mülayimi musson iqlimidir. Yəni isti və rütubətli yayı, soyuq və quru qışı ilə seçilir. Qış ayları temperatur əsasən -10 dərəcəyə yaxın bir temperatura düşür. Subtropik mussonla nisbətən bunun qış ayları çox sərt keçir. Yağıntılar yenə yay aylarında yüksəlir. Musson iqliminin təsiri altındadır. Növbəti iqlim qurşaqları isə subarktik və subantarktik iqlim qurşaqlarıdır. Bu iqlim qurşaqlarına da bir qısa nəzər salaq. Şimal yarımkürəsində yenə də bunların yarımkürələri formalaşmır. Yalnız subarktik 6 rəqəmindən, subantarktik əks tərəfdə 6B rəqəmindən göstərilmişdir. Yəni bunlar yarımkürələr yoxdur. 6A subarktik, 6B isə subantarktiki göstərir. Bu arktik iqlim qurşağı, arktik isə daha qütbləri şimal buzlu okean və Antarktikanın üzərini subarktik və antarktik iqlim qurşağı əhatə edir və çox kəskin soyuq iqlimi ilə seçilir. İqlim diaqramları haqqında da deyək ki, biz bunların iqlim diaqramını da əsasən çalışarda göstərək. İndi vaxtımız ərəfəsində bunu da göstərdiyimiz qədər göstərək. Bu
İqlim diaqramı əsasən subarktikin iqlim diaqramıdır. Qısa və sərin yayı, soyuq və sərt qışı ilə seçilir yağıntılar azalır. Artıq bu da subarktik iqlim diaqramının növbətçisidir. Yəni bunlar eyni iqlim diaqramıdır, sadəcə təkrar kimi verilmişdir. Bugünkü dərsimizdən uşaqlar bu qədər. Növbəti dərslərdən, növbəti izahlarla yenə görüşürüz.